Ötən mövzuda sürət hərəkət qabiliyyəti haqqında danışdıq və sürət hərəkət qabiliyyətini inkişaf etdirən metodlardan, sürət hərəkət qabiliyyətinin komponentlərindən, sürət hərəkət qabiliyyətini inkişaf etdirəcək hərəkətlərdən və yaxud da ki, hərəkətlər komplekslərindən danışdıq, resurslarından danışdıq. Bir-iki sualla davam edək növbəti mövzumuza. Sürət hərəkət qabiliyyətinin neçə tərkib komponenti var idi Hacıbaba müəllim? Sürət hərəkət qabiliyyətinin tərkib komponentləri, tərkib hissələri deyək. Sürət, güc, qüvvə, bir də çeviklik. Hacıbaba müəllim, sürət hərəkət qabiliyyətinin komponentləri. Sürət hərəkət. Aha, Ayşə, mən səhv deyirəm, mən əlaqələri deyirəm bayaqdan. hə, Deməli, hərəkətin reaksiya tezliyi, bəli, maksimal qaçış, bir də tək hərəkətin reaksiya tezliyi. icra, tək hərəkətin tezliyi və ya tək hərəkətin icra tezliyi deyək. Hərəkətin Bəli. icra tezliyi. Deməli, birinci hərəkətin reaksiya tezliyi, ikinci hərəkətin tezliyi, üçüncü maksimal qaçış sürəti. Səyyad müəllim, hərəkətin reaksiya tezliyi deyərkən nəyi nəzərdə tuturuq? Müəllim, hərəkətin reaksiya tezliyi hərəkətə başlamamışdan əvvəl hərəkətə verilən reaksiyadır. Yəni əvvəlcə verilən reaksiya. Yəni maşında telefon düşə bilən zan yerlər. Hərəkətin reaksiya tezliyi müəllim iki yerə bölünür. Sadə reaksiya, mürəkkəb reaksiya. Yəni bu dediyimiz o reaksiya iki cür olacaq. Bəli, doğru deyirsiniz. Yəni sadə reaksiya və mürəkkəb reaksiya. Yaxşı. Yaşar müəllim, sadə reaksiya və mürəkkəb reaksiya nümunə çəkək. Nədir sadə reaksiya, nədir mürəkkəb reaksiya? Testə düşmüşdüm müəllim. Aha. Daha da fikrimdə bayağı qabaqlandırmışdım onu. Kim deyər? Tural müəllim desin. Mənim sadə reaksiya odur ki, belə deyək də, qabaqcadan gözlənilən komandadır. Məsəl üçün, bilirsən ki, bu qabaqcadan verilən komandadır. Fitdən daha doğrusu fitdən sonra o komandanı icra eləyəcəksən. Məsəl üçün, qaçacaqsan. Mürəkkəb reaksiyada isə gözlənilmədən verilən komandalar. Bəli, gözlənilmədən gələn siqnal olan reaksiyalar da mürəkkəb reaksiyalardır. Əla. Bəs hərəkətin tezliyi deyərkən nə başa düşürük Səyyad müəllim? Müəllim, tək hərəkətin tezliyi deyəndə, müəllim, burada elə bir ki, müəllim, sadə dildə desəm olar, yəni kitab dilindən yox. Sizdə deyin, deyin. Müəllim, tək hərəkətin icra tezliyi, yəni nişanlanmış yollarda qaçış, sonra müəllim, o yəni hərəkətin müəllim sürətinin tezliyi də, yəni sürətlə hərəkəti icra etmək. Yəni qaçış prosesində dayaq və uçuş fazalarının təkrarlanan silsiləsi hərəkəti, yəni silsiləli hərəkət. Təkrarlanan silsiləsi hərəkət. Reaksiyadan sonra hərəkət gedir də. Reaksiyadan sonraki proses, yəni dediyimiz hərəkətin tezliyi. Məsələn, nümunə çəkək, Yaşar müəllim. Reaksiya tezliyinə nələr daxil, hərəkətin tezliyinə nələr daxildir? Necə deyim müəllim? Məsələn, birini deyirəm, davam edin. Nişanlanmış yolda qaçışlar, sonra Maniyələrə toxunmaqla. Kim idi də? Fikrimdə müəllim. Məsələn, nişanlanmış yolda tək və yəni sağ və yaxud da sol ayaq üzərində hər bir nişana toxunmaqla vaxtla qaçışlar. Sonra Fəxri müəllim, tabanı sağrı əzələlərinə çatdırmaqla qaçış. Bu deyin görüm. Bir də belə bir şey demişdik ki, vaxt və texnika ilə qaçış. Yəni belə bir şey izah edilmişdir. Bəli. Əllər dayaqda yerində qaçış deyə bilərikmi? Nişanlanmış yolda qaçışlar. Divardan 15-20 sm aralı durub o bir vaxt ərzində bir nöqtəyə deyirik ayaqlarının ucunu vurmaq, yəni toxundurmaq. Vaxt nəzərə alınaraq. Müəllim, sonra yerində qaçış 2-3 dəfə. Yerində qaçış. O yoxdur, yoxsa müəllim onu?
nişanlanmış yolda qaçış, yəni yerində qaçış Bəli, bəli. olsun, yəni aid eləyək təxminən. Amma yəni ümumi anlamda deyirik, nişanlanmış yolda qaçış, əllər dayaqda yerində qaçış, bəli, əllər dayaqda yerində qaçış, əllər dayaqda vaxt vahid ərzində, yəni qaçış hərəkətləri, deyək ki, məsələn 30 saniyə ərzində neçə qaçış addımı olacaq da, yəni bunu ölçmək üçün. Bunlar hamısı hərəkətin tezliyinə daxil olan elementlərdir. Bəs Sonra Fəxri reaksiya müəllim Aha. tək ayaq üzərində tək ayaq üzərində qaçış daxildir ora, qısa Tək ayaq məsafələrə. üzərində bəli, toxunmaqla, elementlərə toxunmaqla qaçış deyir. Vaxt Bəli, ərzində. bəli. Bəs reaksiya tezliyinə, hərəkətin reaksiya tezliyinə daxil olanlar, Tural müəllim, reaksiya tezliyinə nələr daxil edirik? Hansı elementlər, nələr? Ses gəlmir nəsə. Səsim gəlir müəllimlər? Səs gəlmir müəllimlər, deyin, hamıya gəlmir. Yox, müəllim, gəlir, səssiz Hə. gəldi. Yəni İndi gəldi. Aha. Hərəkətin reaksiya tezliyinə Müəllim. Tural müəllim, nələr daxildir? Hərəkətin reaksiya belə deyək də mənim verilən fitdən sonra da Aha, ümumiyyətlə daxil olan elementlər Müəllim. deyək ki, müxtəlif çıxış vəziyyətindən startlar, yadda düşürblər. Deyildi, müxtəlif çıxış vəziyyətindən. siqnallar, startlar. Bəli. əvvəlcədən müəyyən olunur da, yəni ki, bu prosesdə bu şeyi verəcək, hərəkəti Bəli. verəcək. Ümumiyyətlə startlar. Görürsünüz, hamısında startlardan danışırıq. Reaksiyadan danışırıq. O starta verilən reaksiyalar. Ona görə bütün startlar, məsələn, maili qaçış yolunda startlar, kürəyi qaçış istiqamətində duruşdan startlar olsun, müxtəlif intervallı siqnallara startlar və s. Bax, bunlar görürsünüz, hamısında startlar. Yəni, reaksiyanı ölçəcəyik, reaksiyanı inkişaf etdirməyə çalışacağıq. Aha. Bəs maksimal sürət, Hacıbal müəllim, maksimal sürət deyərkən, yəni maksimal sürətə belə deyək, nələr daxildir maksimal sürətə? Hərəkətlərin təkrar icrası, yəni. Aha, sonra. Deyək ki, sağ və sol ayaqda 30 metr vaxtda qaçışlar olsun, qısa mərhələli estafetlər, sədlərlə qaçışlar. Sol ayaq üzərində qaçışlar. Vaxt Aha, sprint qaçışları, kiçik məsafələrin qət edilməsi, rəqibə məsafə güzəştləri, bax, bunlar hamısı maksimal sürətə daxildir. Yəni, maksimal sürəti inkişaf etdirəcək elementlərdir. Tekstdə deyəsən var idi, düşmüşdü o da. Bəli, Rəqibə məsafə. məsafə vermək. Bəli. Sürət hərəki qabiliyyəti hansı hərəki qabiliyyətlərlə əlaqəlidir, Səyyid müəllim? Müəllim deyin. Deyin. Bağışlayın Səyyid müəllim. Sürət hərəkət qabiliyyəti, sürət güc, seviklik qüvvəyə. Bəli, qüvvə hərəki qabiliyyəti ilə sıx əlaqəlidir. Sürət hərəki qabiliyyətini inkişaf elətdirmək üçün hansı metodlardan istifadə etsə əlverişli olar? Təkrar Aha. seriyalı. hə. Buyur Səyyid müəllim, buyurun. Buyurun, Səyyid müəllim. İnternetim zəifləmişdi. Üzrü sayın müəllim, saatından qoşulmuşam. Çöldəydim. Buyurun. Müəllim, sürət qabiliyyəti, sürət güc, qüvvə, seviklik qabiliyyəti ilə əlaqəlidir. Bəs hansı metodlardan istifadə edək sürət hərəki qabiliyyətini inkişaf etdirmək üçün? Təkrar seriyalı, dairəvi, təkrar seriyalı, dairəvi, interval, yarış. interval. Bəli, bu metodlardan Yarış. istifadə edərək doğrudur. Sürət hərəki qabiliyyəti ilə sürət hərəki qabiliyyəti. Partilet də ora aiddir, partilet. Bəli, aiddir. Daha sonra Səyyid müəllim, Yarış belə bir sual verim sizə. Ziqzaq qaçışlar sürət hərəki qabiliyyətini inkişaf etdirər yoxsa etdirməz? Müəllim, Zigzag. zigzag. Yəni, Aha, sağa sola da, yəni. aha. Müəllim, inkişaf etdirər məncə. Yəni, onlar cavab verir. Yaşar müəllim, buyurun. Xeyr, etdirmir. Hansı hərəki Xeyr, müəllim, o sevikliyə aiddir. Sevikliyə aiddir, müəllim o. Bəli, Sevikliyə aiddir. zigzaq qaçışlarda çünki Seviklik. burada hərəkət istiqamətini dəyişmək baş verir də yalnız. Yəni, Söhbət gedir. bəli, bu sürət hərəki qabiliyyətini inkişaf etdirməkdən söhbət getmir. Yəni sürətdə aid bir şey yoxdur. Sadəcə burada hərəkət istiqamətini dəyişmək, yəni bu məqsədlə istifadə edirik zigzaq qaçışları. Ha, burada seviklik. Bəli.
Deməli müəllimlər, ümumiləşdirdik sürət hərəkət qabiliyyətini. Dedik ki, sürət hərəkət qabiliyyətinin üst tərkib komponenti var. Hərəkətin reaksiya tezliyi, hərəkətin tezliyi və yaxud da ki, hərəkətin icra tezliyi də deyirik buna. Maksimal qaçış sürət. Hər birinin istifadə olunan elementlərini inkişaf etdirmək üçün elementlərin yəni nələr daxildir, onları sırdaladıq. Bugün mövzumuz, yeni mövzumuz sürət güc hərəkət qabiliyyəti. Sürət güc hərəkət qabiliyyəti mümkün qədər qısa vaxt ərzində maksimum qüvvə təzahür etdirmək qabiliyyətidir. Mümkün qədər qısa vaxt ərzində maksimum qüvvə təzahür etdirmək qabiliyyəti sürət güc hərəkət qabiliyyətidir. Yəni, mümkün qədər az vaxtda çoxlu qüvvə sərf etmək. Əlverişli yaş dövrü 12-15 yaş aralığına nəzərdə tutulur. Yəni, daha əlverişli inkişaf etdirmək üçün sürət gücü. Sürət hərəkət qabiliyyətində olduğu kimi, sürət güc hərəkət qabiliyyətinin də tərkib hissələri, yəni komponentləri var. Hansılardır? Sürət və sürətli qüvvə. Ümumiyyətlə, sürət hərəkət qabiliyyəti, sürət güc hərəkət qabiliyyətini həm də iki istiqamətdə inkişaf etdirəcəyik. Aşağı ətraf vəzərlərində və yuxarı ətraf vəzərlərində. Gəlin aşağı ətraf vəzərlərində sürət gücünü inkişaf etdirmək üçün nələr lazımdır, hansı elementlər lazımdır, onlara baxaq. Dedik ki, ümumiyyətlə testlərdə qarşımıza çıxacaq suallarda baxırıq. Tərkibində sıçrayış elementi, yəni hoppanma və tullanma olan bütün hərəkətlər aid eləyəcək sürət gücün inkişafına. Tərkibində sıçrayış elementi olan, hoppanmalar, tullanmalar olan bütün elementləri aid eləyəcək sürət gücün inkişafına. Hətta deyirik ki, atletikada yəni 4 növ tullanmalar ki var, növbəti mövzusuna keçən daha dəqiqlə biləcəyik hansılardır. Bu 4 növ tullanmalar da sürət gücün inkişafına daxildir. Deməli, nələr daxildir? Yerindən uzunluğa tullanmalar, yəni atletika idman növünə məxsus olanlar. Tək ayaq üzərində, yəni sağ və ya sol ayaq. 15-20 metr qaçış. Sürətdə deyildik ki, vaxtla qaçış və yaxud da ki, hansı elementlərə toxunmaqla qaçış. Burada sadəcə deyil, tək ayaq üzərində 15-20 metr məsafəyə qaçış. Yəni, bir növ bilirsiniz, burada artıq sıçrama baş verəcəklər, tullana belənizi deyim, biraz lord ilə desək. Bu formada qaçış baş verəcək. Gimnastika ipi üzrə, ipi ilə sıçrayış hərəkətləri, tək və cüt ayaqlar müxtəlif maneələr üzərindən sıçrayışla keçərək müəyyən məsafələr qət eləmək. Yəni, məsələn, o 20 metr, 15 metr və s. Bu məsafələrlə qaçışlar. Hündürdən tullanıb, sonra təzədən aşağı uzundürlüyə tullanma, yerindən iki ayağın təkanıyla hündürlüyə tullanma və s. Bax, bu elementlər aşağı ətraflarda sürət gücün inkişafına xidmət edəcək. Yəni, gördüyünüz kimi, ancaq nələrdən danışırıq? Sıçrayışlardan, hoppanmalardan, tullanmalardan. İkinci, istiqamət yuxarı ətraf vəzərlərində sürət gücünün inkişaf etdirilməsi. Ümumiyyətlə, burada deyirik ki, bütün növ atmalar, yəni disk atma olsun, yadro itələmə olsun, çəkic atma olsun, nizə atma olsun və s. Topla uzağa atılması olsun və s. Bütün növ atmalar sürət gücü inkişaf etdirəcək. Burada bir məqamı nəzərinizdə saxlayın müəllimlər. Deyirik ki, bütün növ atmalar sürət gücü inkişaf etdirir. Yalnız hədəf varsa, yəni hədəf göstərilirsə, konkret bir hədəf göstərilirsə atmalar zamanı bunu sürət gücə yox, çeviklik hərəkət qabiliyyətinə, yəni dəqiq icraya aid edəcəyik. Yəni hədəf varsa. Məsələn, nümunə kimi deyirəm, bir var deyirəm ki, tenis topunun uzağa atılması, bir də var deyirəm ki, basketbol topunun səbətə atılması. Yəni konkret hədəf göstərirəm, səbətə atılma. Bu artıq çeviklik hərəkət qabiliyyətidir. Amma uzağa atılma bu sürət gücü. Yuxarı ətraflarda sürət güc hərəkət qabiliyyətinə aiddir. Başlayırsınız müəllimlər bu hissəni? Bəli. Sürət güc hərəkət qabiliyyətini inkişaf etdirmək üçün bizə bir metodlar lazımdır. Hansı metodlarla inkişaf etdirmək daha əlverişli olar? Təkrar seriyalı, oyun, seriyalı, interval və s. Bəli. Bu metodlarla. Bir də dairəvi müəllim, dairəvi. Ola bilər, dairəvi də ola bilər. Yəni daha əlverişli metodlar təkrar seriyalı, təkrar oyun, yarış, partlet, interval və s. Ümumiyyətlə orta məktəblərdə müəllimlər, yəni şagirdlərə daha maraqlı olsun deyə biz adətən oyun ən çox istifadə etdiyimiz oyun, yarış. adı oyun, yarış və təkrar.
Bax, bu üçündən adətən oyun və yarış və təkrar metodundan istifadə edirik. Deməli, sürət güc hərəkət qabiliyyəti qüvvə və sürət hərəkət qabiliyyəti ilə sıx bağlıdır müəllimlər. Başqa necə inkişaf elətdirmək olar? Yəni əlavə resurslar necə inkişaf elətdirmək olar desək, sürət gücü. Deyirik ki, məsələn, yuxarıdan asılan topa və yaxud da hansısa bir torbaya tullanaraq başına vurmaq. Yəni bir sıçrayış elementi varmı? Düz deməlilər. Bir hoppanma var. Tullanaraq başına vurmaq. İki və ya daha artıq yoldaş arasında topun kim tərəfindən daha çox uzağa atılması. Yəni deyirəm, burada hədəf yoxdur, uzağa atılması. Bir yarış formasında deyək, keçiririk oyun şagirdlər arasında, görək kim topu daha çox uzağa atacaq. Bunlar hamısı xidmət eləyəcək yuxarı ətraflarda sürət gücünün inkişaf etdirilməsinə. Deməli, bir də müəllimlər, bax belə bir nüans deyirəm. Deyirəm ki, necə ki, sürət hərəkət qabiliyyətinə demişdik, sürət gücdə də. Deyir ki, sürət gücü inkişaf etdirmək üçün, bir necə deyək buna, bir amillər lazımdır, bir şərtlər lazımdır. Yəni nələr olsun ki, nələr olmalıdır ki, sürət gücü inkişaf etdirə bilək? Nələr daxildir? Məsələn, idmançının sinir sistemi və sinir əzələ aparatının vəziyyətindən, yəni bunlardan asılıdır sürət gücünün inkişaf etdirilməsi, əzələlərin reaktivliyi və elastikliyindən, əzələ qüvvəsindən, ümumiyyətlə, əzələ qüvvəsindən, oynaqların mütəhərrikliyindən, yəni növbəti mövzuda bədən hərəkətinin qabiliyyəti keçəndə bunlar haqqında daha geniş danışacağıq. Əzələlərin gərgin vəziyyətdən boşalmış vəziyyətə keçə bilmək bacarığından, bəzən test suallar olur, imtahan sualları olur. Əzələlərin gərgin vəziyyətdən boşalmış vəziyyətə keçə bilmək bacarığından, hərəkətin icra texnikası. Müəllim, bu sürət gücünün təzahür amilidir, bəli, müəllim. Bəli, bəli. Əzələ liflərinin xüsusiyyəti, yəni burada bilirik də liflərin xüsusiyyəti, ağ liflər sürətli liflərdir, qırmızı liflər biraz ləng, zəif liflərdir. Bu liflərin ümumiyyətlə miqdarından, sürətlə əlaqəsi olan ümumiyyətlə başqa deyək ki, bütün fiziki keyfiyyətlərin inkişaf səviyyəsindən və s. Yəni bütün bunlardan asılıdır sürət gücün şərtləndirən amillərdir bunlar. Bu belə deyək, detalları ilə bu sözləri, cümlələri necə deyim sizə, çalışın ki, sözbəsöz mən deyəndən sonra da yəni oxuyun ki, imtahanda düşə biləcək suallar, yəni göz yaddaşı, bayaq dediyim kimi, o göz yaddaşı ilə bu suallara cavab verə bilərsiniz. Yəni nələrdən asılıdır? İnkişaf etdirən amillər, sürət gücü şərtləndirən amillər, sualı hansı formada qoysun, bunları bilmək lazım müəllimlər. Sürət güclə bağlı sualınız varsa deyin müəllimlər. Kimin sualı var? Müəllim, atmaların hamısı 45 dərəcə altında atılır da, düzdür? Optimal uçuş bucağı deyirik. Optimal uçuş bucağı. Hər bir alətin yaşar müəllim, optimal uçuş bucağı var. Adətən, yəni alətin uzağa atılması üçün hər bir, belə deyək, indi məsələn, nizənin atış bucağı var, diskin, yadronun optimal uçuş bucağına görə təyin olunur. Məsələn, deyək ki, birində 45 dərəcə optimal uçuş bucağıdır. Yəni, adətən, ümumilikdə böyük əksəriyyət alətlərdə, bəli, 45 dərəcə götürülür, böyük əksər alətlərdə. Testdə düşmüşdü ki, aləti uzağa atmaq üçün daha çox hansı bucaq altında inkişaf etdirmək olar? Yəni, 45 dərəcə götürülmüşdü. Bəli, adətən, yəni optimal uçuş bucağı 45 dərəcədir. Aydındır, mənim başqa sualım yoxdur. Təşəkkür edim. Başqa sual yoxdursa müəllimlər, yoxdursa mənim sizə 10 sualım var. Başlayaq ona müəllimlər. Birinci suala baxaq. Hacıbay müəllim, siz baxın. Asan sual. Baxın. Sürət güc qabiliyyətinin inkişaf etdirilməsi üçün nəzərdə tutulan vasitələr, düz oxuyuram, hani görmədim mən. Vasitəni müəyyən et. Vasitəni müəyyən edək. Deməli, paralel qollarda hərəkətlər, bəli, belə yaxşıdır. Süni və təbii maneələr dəf etməklə qaçış, kəndirə dırmanma, tenis topunun atılması,
yüngül toplarla icra olunan texniki fəaliyyət elementləri. Deməli, burada sürət güc qabiliyyətini inkişaf etdirmək üçün ən yaxşısı burada cavab atılması var. Bu D variantı. Bəli, tenis topunun atılması doğru variantdır. İkinci, oxuyum. Oxuyun. Müəllim, kəndirə dırmanma üzr istəyirəm. Qüvvədir də, düzdür? Bəli, O bəli. qüvvədir. İki qabiliyyətidir. Hə. Qüvvə. Sürət güc qabiliyyətini inkişaf etdirən hərəkəti müəyyən edək. Yerindən uzunluğa tullanma, hündür turnikdə hərəkətlər, halqalarda hərəkətlər, çox mərhələli estafet qaçışları, bütün cavablar doğrudur. Xeyr, yerində uzunluğa tullanma. A Bəli. variantı. A variantı. Üçüncü sualı təşəkkür edirəm Azəl müəllim. Üçüncü sual Tural müəllim olsun. Sağ ol. Atmalar şagirdlərin hansı ətraf əzələlərində sürət güc hazırlığının artırılması məqsədli istifadə olunur. Atmalar şagirdlərin hansı ətraf əzələlərində sürət güc hazırlığının artırılması məqsədli istifadə olunur. Aşağı ətraf əzələlərində bədənin öz əzələsi qüvvəsinin inkişaf etdirilməsində, yuxarı ətraf əzələlərində, C variantıdır, yuxarı ətraf əzələlərində atma. Bəli. Doğrudur. Yerindən sürətlə qısa məsafələrdə 10, 30, 50 metr məsafə qaçaraq iplə tullanmaların icra olunması 10, 30, 50 sayda hansı qabiliyyətin təkmilləşdirilməsi hərəki yönəlib. Müəllim, burada sürət güc qabiliyyətinin, bədənin əyilmə qabiliyyətinin, qüvvə qabiliyyətidir. Burada D var, yox, sürət güc qabiliyyətidir mənim burada. Bəli, bəli. Bəli. Kullanmalardan söhbət gedir. Tullanmalardan söhbət gedir. Bəli. Təşəkkür edirəm Tural müəllim. 5-ci sualı Yaşar müəllim siz oxuyun. Aşağıdakı fikirlərdən hansı sürət güc qabiliyyətinə aid deyil? Aha. Aid olmayanlar. Mümkün qədər qısa vaxt ərzində maksimum qüvvə təzahür etmək. Bu qüvvədir. Sürət güc qabiliyyətinin təzahürünü qaçaraq hündürlüyə yerindən uzunluğa tullanma, doldurulmuş topların atılması müşahidə etmək olar. Bu da düzdür. Birinci də düzdür, ikincisi də. Sürət güc qabiliyyəti yeni hərəkəti tez, asan mənimsəmək, hərəki fəaliyyəti dəyişən şəraitin tələblərinə müvafiq qurmaq və həmişə optimal həll variantı tapmaq qabiliyyəti. Deyək ki, qabiliyyət. Aha. Hə. Sürət güc istiqamətli hərəkətin icrası dairəvi təkrar seriyəvi metodlarla əsaslanır. Yerindən sürətlə qısa məsafələrə 10-30 bu sürətdir. Deməli, sürət güc istiqamətli icrası dairəvi təkrar seriyalı metod. Müəllim, C variantını oxşayır bu. Aha, A variantı dedik ki, sürət gücdən danışır. Düzdür. Sürət güc qabiliyyətinin təzahürü. D arasında qalmışam. Baxın. A variantı düzdür müəllim. Maksimum qüvvə təzahür etmək qısa vaxt ərzində. C variantı deyirsiniz. C variantında deməli, deyir ki, sürət güc qabiliyyəti yeni hərəkəti tez, asan mənimsəmək, hərəki fəaliyyətin dəyişən şəraitin tələblərinə müvafiq qurmaq və həmişə Müəllim, bu çeviklikdə axı. Bəli, bu çeviklik hərəki qabiliyyətidir. Sürət güc hərəki qabiliyyətidir. Yəni uyğun olmayan Burada variant. da söhbət gedir ki, səhv olanı tapın da, elə mən də C-ni dedim. Səhv olan elə Əslində C ilə D arasında qalmışdım. Amma D elə də oxşar deyildi. O axırıncı sualın Dedə inkişaf etdirən metodlar var. Təkrar dairəvi, təkrar seriyalı metod. Bunlar yəni sürət gücü inkişaf etdirən hərəkətlərdirlər. Üzrüsünə bax burada Y variantı bundan öncəki sualın sual idi. Onun cavabı sürət gücü idi. Bunu bildim. Birinci ilə ikincini də dəqiq bildim ki, bu sürətə aiddir. Sürət gücə aiddir daha doğrusu. Sonra burada C ilə D arasında qalmışım. Ona görə C-ni dedim. Altını oxuyum. Oxuyun.
Ümumi təhsil məktəblərinin fiziki tərbiyə dərslərində şagirdlərin aşağı ətrafların surət gücün hansı hərəkət hesabına inkişaf etdirmək olar? Hə, aşağı ətraflardan söhbət gedir müəllim. Deməli, tək ayaqla tullanma, təkanla turnikdə dartınma bu yuxarı ətrafa aiddir. Cüt Aha. ayaqların tullanma. Bunu çıxdıq. Aha. Ayaqların köməyi ilə kəndirə dırmanma, yerindən uzunluğa tullanma, estafet qaçışı. Burada ayaqların köməyi ilə dırmanma, burada qüvvə qabiliyyətindən də söhbət gedir. Bəli. Tullanaraq topu səbətə atmaq. Tək ayaqla üzərində oturub qalxmaq, qaçaraq uzunluğa tullanma. Tullanaraq topa zərbə vurma, qaçaraq top atma, məkikvari qaçış. Aşağı ətraflardan söhbət gedir. Yerindən uzunluğa tullanma, qaçaraq uzunluğa tullanma, qaçaraq hündürlüyə. Y variantı müəllim. Bəli, Y variantı mənim uyğun variantı. Y variantı digərlərində başqa bəndlər var ki, Oxşar variantlar var müəllim. Məndə biraz nədə səbirsizlik var. Yuxarını oxuyuram, elə biləm oxşar variant olan kimi cavabda, amma gəl axıra qədər oxuyum. diqqətli olmaq lazım. Hə, aşağı. E variantı müəllim. Bəli, doğru variant Y variantı. Səyət müəllim, təşəkkürlər Yaşar müəllim. Bəli, müəllim. 7-ci sual siz oxuyun. Müəllim, təşəkkür edirəm. Bəli, müəllim. Sürət güc hərəkət qabiliyyəti ilə sıx bağlıdır. Müəllim, burada qüvvə və sürət. Bəli, C variantı. sürət, doğru. 8. Sürət güc hərəkət qabiliyyətinin daha çox hansı funksional sistemlərlə əlaqəsi var? Müəllim, bir dəqiqə, sürət güc, dayaq hərəkət aparatı, qüvvə, ürək damar sistemi. Müəllim, B variantı. B variantı. Bəli. Öbürsü variantlara baxmağa ehtiyac yox. 9-u oxuyum mən. Oxuyun, adama bir sual oxuyaq. Oxuyun. Sürət güc hərəkət müəllim, bunu biraz yaxınlaşdıra bilərsiniz. Sürət güc hərəkət qabiliyyətini inkişaf dəqiqə müəllim, hə. Sürət güc hərəkət qabiliyyətini inkişaf etdirilməsi üçün nəzərdə tutulan resurslara aid edilə bilər. Tək cüt ayaq üzərində çoxsaylı sıçrayışlar, tullanmalar, qaçış və tullanmalar, atmalar daxil edilmiş oyunlar, istefadlar, yarışlar, qısa məsafələrə cütlük, kiçik qruplar, komandalar, istefadlar, yarışlar, müxtəlif hündürlük və müəyyən məsafədə qoyulmuş maneələr üzərindən sıçrayış və yarışlar, oyunlar, müxtəlif çıxış vəziyyətindən startlar, oyunlar. Müəllim, burada tək cüt ayaq üzərində çoxsaylı sıçrayışlar, tullanmalar daxildir. Aha, birin Sonra bölü 2. Aha, Qaçış və tullanmalar, atmalar daxil edilmiş oyunlar, estafetlər, yarışlar. Müəllim, bu da daxildir 2. aha. Bir də 4 müəllim. Müxtəlif hündürlüklü və müəyyən məsafələrə qoyulmuş maneələr üzərində sıçrayışla yarışlar, oyunlar. Əla. Bəs niyə 3 ilə 5, 3 ilə 5 niyə daxil deyil? Qısa olaraq onları da deyin. Müəllim, 1, 2, 4-ü bu. Bəli, 1, 2, 4. A variantı. Bəli, müəllim. Bəli. Bəs 3 onu ilə oxuyub 5 müəllimdən niyə? 3 ilə 5 niyə daxil deyildi Səyət müəllim? Siz bu etapı dərk etmisiniz, ona görə Müəllim, sual verirəm. Aha. 5 müxtəlif çıxış vəziyyətindən startlar. Bu, müəllim, sürətə aiddir. Bəli, Sürətin komponentidir. Əla. Tezliyə. Üstəki də qısa Müəllim, məsafə dörd- tutdular. Bu da sürət hərəkət qabiliyyətinə aid idi deyə. Bəli, müəllim. Başını gördüyümüz. Aha. 10-cu sual. 10-cu sual kim olsun? Tural müəllim olsun. Amma Yaşar müəllimin adı ilə. bəli. Yaxşıdır müəllim, narahat olma, mən yaxınlaşdıracağam. Aha. Yaşar müəllim fiziki tərbiyə dərsində diaqnostik qiymətləndirmə zamanı atma və tullanma texnikasındakı mənfi və müsbət tərəfləri qeyd etdi. Müəllim hansı təhsil səviyyəsində idrakin Bloom taksonomiyasını hansı səviyyəsində istifadə edəcək? Taksonomiyasının hansı səviyyəsindən istifadə edəcək? Aha. Digər İbtidai müəllimlər, təhsil hamınız səviyyəsi. diqqətli olun. İbtidai təhsil səviyyəsi qiymətləndirmə, ümumi orta təhsil səviyyəsi dəyərləndirmə, tam orta təhsil səviyyəsi təhlil, ümumi təhsil pilləsi tətbiq, bütün təhsil səviyyələrində dəyərləndirmə. Yəni sualı tam başa düşək müəllim. Aha, sual kurikulumla əlaqələndirilmiş sualdır. Deyir ki, Yaşar müəllim Aha. fiziki tərbiyə dərsində diaqnostik qiymətləndirmə zamanı şagirdin atma və tullanma texnikasındakı mənfi və müsbət tərəflərini qeyd etdi. Aha, mənfi tərəflərini də qeyd etdi. Təhlildir müəllim burada. Müəllim hansı təhsil səviyyəsində və idrakin hansı səviyyəsindən istifadə elədi? Ümumiyyətlə,
Biz görürsünüz şagird konkret olaraq yaş göstərilmir. Heç nə yox. Yəni deyək ki, demir 9-cu sinif şagirdi və ya da ki Hə, tam Əsas ortadası cavab bilirdim, müəllim düzdür. birinci sualın içindədir. aha, bəli, demir ki 9-cu Orada sinif şagirdi ya 11-ci sinif şagirdi. Ona görə bunu Düzdür, düzdür. təhsil orada səviyyəsində bir götürək. nədən gedir? Təhsil səviyyəsi Yaşar müəllim, bunu bütün təhsil səviyyəsində götürək. Bütün təhsil Bütün təhsil Y variantıdır. Aha, Bütün təhsil Dəyərləndirmə. səviyyələri. Bəli, dəyərləndirmə Dəyərləndirmə. səviyyəsindən istifadə eləyir. Yəni mənfi və müsbət tərəflərini qeyd eləyirsə, indi kurikulumdan yəqin ki öyrənəcəksiniz bunları. Bu dəyərləndirmədir. Bloom taksonomiyasının Müəllim, elə dediyiniz bir dənə o cümlə kifayət eləyir də sualın cavabını tapmağa ki, yəni heç bir yaş həddi yoxdur da burada. Yəni heç bir orta ya ibtidai sinifdən söhbət getmir. Yəni bütün Amma ola təhsil bilər, səviyyəsində. müəllim, ola bilərdi ki, məsələn, C variantında da bütün təhsil səviyyəsi, amma deyək ki, tətbiq etmə mərhələsi qoyardı və yaxud Aha. elə də qoyardı. Amma biz ona görə ikinci cümləni tam oxuyuruq. Sualı tam başa düşürük, görürük məntiqlə. Söhbət burada nədən gedir? Dəyərləndirmədən gedir. Mənfi müsbət tərəflərini qeyd edir. Aha. Bunlar da kurikulumdan Dəyərləndirmə, düzdür. inşallah dəyərləndirmə mərhələsidir. Allah qoysa kurikulumdan hələ